Hörmətli həmkarlar, hörmətli millət vəkilləri, mən qısa şəkildə 26-cı il və növbəti 3 il üzrə büdcə çərçivəsi barədə məlumat verməyə çalışacağım. Ardınca isə əlbəttə ki, təqdim olunan suallardan irəli gələrək müəyyən istiqamətlər üzrə daha detallı məlumatlar da təqdim edəcəm. İlk öncə bildirmək istəyirəm ki, 26-cı il üzrə hazırlanmış dövlət büdcəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin bütün əsas parametrlərini rəhbər tutmuşdur. İlk öncə ölkəmizdə həm makroiqtisadi, həm fiskal dayanıqlığın təmin olunması, eyni zamanda monetar siyasətin sabitliyinin təmin olunması üçün müvafiq çərçivə təmin edilmişdir. Həm 26-cı il, həm də orta müddətli dövr ərzində bu parametrlərin ana hədəfləri müəyyən olunmuşdur və bu parametrlər çərçivəsində ölkəmizdə makroiqtisadi, monetar və fiskal sabitliyin təmin olunacağına dair bizdə əminlik formalaşır. Eyni zamanda büdcə paketi çərçivəsində ana istiqamətlərdən biri məhz müdafiə qabiliyyətimizin gücləndirilməsi və Azərbaycanın təhlükəsizliyin təmin olunması ən vacib istiqamətlərdən biri olaraq rəhbər tutulmuşdur. Bugünkü komitələrin birgə iclasında da biz bununla bağlı müvafiq müzakirələri daha dərindən aparacağıq. Əhalinin rifahı və sosial tədbirlərin maliyyələşdirilməsi ana prinsiplərdən biridir. Bildiyiniz kimi ölkə başçımızın müxtəlif çıxışlarında, ölkə başçımızın bəyanatlarında hər zaman Azərbaycan vətəndaşlarının rifahının təmin olunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, ölkə boyu sosial tədbirlərin genişlənməsi hər zaman bəyan edilən ana tezlərdən biridir və bu istiqamətdə də 26-cı il dövlət büdcəsində müvafiq maliyyə təminatı və resurs sərfi tam şəkildə nəzərə alınmışdır. Böyük qayıdış proqramının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızın yenidən qurulması, bərpası, belə keçmiş məcburi köçkünlərimizin öz həyatına geri qayıtması, həmin ərazilərdə öz həyatını tam şəkildə təmin etməsi üçün də müvafiq maliyyə resursu təmin edilmişdir və düşünürük ki, növbəti ildə də ölkə başçımızın rəhbərliyi altında həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarımızda böyük quruculuq işləri davam edəcəkdir. Habelə büdcə iqtisadiyyatın inkişafı, davamlı kapital qayılışının təmin edilməsi, infrastrukturun daha da yaxşılaşdırılması üçün də müvafiq təminatları özündə ehtiva edir və biz əsaslı vəsait qoyuluşu segmentdən danışanda burada həm kapital qoyuluşu sahəsi üzrə, həm də müxtəlif dövlət proqramlarının icrası üzrə əsaslı xərclər qismində bu istiqamətdə maliyyə resurslarını da təqdim edəcəyik. Eyni zamanda büdcə zərfi özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması ilə də bağlı bir çox normativ hüquqi aktları özündə ehtiva edir. Artıq Milli Məclisi müvafiq komitələrində bu aktların müzakirəsi geniş şəkildə aparılmışdır. Amma mən qısa olaraq bildirim ki, Azərbaycanda xüsusilə bizim dəstəkləmək istədiyimiz regionlarımızda, işğaldan azad olmuş ərazilərimizlə yanaşı Naxçıvan Muxtar Respublikasında müxtəlif güzəştlərin təqdim edilməsi, kiçik və mikro biznesə müxtəlif güzəştlərin təqdim edilməsi, kənd təsərrüfatının bəlli sektorlarına, yerli sənayinin yerli istehsalının təşviqi ilə bağlı çoxsaylı tədbirlər də büdcə zərfi çərçivəsində təqdim olunan normativ hüquq aktlarla təsbit olunmuşdur. Paralel olaraq büdcənin hazırlanması zamanı ana parametrlərdən biri də büdcənin neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarımızın qorunması prinsipi olmuşdur və rəqəmlərdən də göründüyü kimi artıq büdcə gəlirlərində qeyri-neft sektorun payı ciddi şəkildə artır. Neft fondundan transferimiz 25-ci illə müqayisədə 26-cı ildə təqribən 1 milyard dollara yaxın azaldılır və bu da bir daha bizim büdcəmizin fiskal dayanıqlığının ən gözəl göstəricilərindən biridir və inanırıq ki, növbəti dövrlərdə də biz məhz bu istiqamətdə növbəti addımlarımızı ata biləcəyik. Əsas makroiqtisadi göstəricilərə gəldikdə növbəti ildə ümumi daxili məhsulun 134,1 milyard manat olaraq formalaşmasını biz proqnozlaşdırırıq və bu rəqəm cari ilə müqayisədə 2,9%lik bir real artımı göstərir.
Eyni zamanda daha önemli bizim üçün parametr olan qeyri-neft ödəyimlə nəzər salsaq, növbəti ildə bu rəqəm 101,7 milyard manat olaraq qiymətləndirilir və bu da çox önəmli bir rəqəmdir ki, çünki cari illə müqayisədə bu 5%lik artım özü ilə gətirməklə yanaşı, ən önəmlisi ondan ibarətdir ki, son 5 illik göstəriciyə biz baxdıqda bizim qeyri-neft ödəyimimiz real rəqəmlərlə 34% artır, nominal rəqəmlərlə isə 63% artır. Bu da əlbəttə ki, ölkədə həyata keçirilən çox şaxəli islahatların bariz bir nəticəsidir ki, cəmi 5 illik bir dönəmdə ölkəmizdə qeyri-neft sektoru nominal rəqəmlərlə 63% və ya 36 milyard manat artır. Xam neftin bir barilinin orta illik ixrac qiyməti 65 dollar olaraq proqnozlaşdırılır. Orta illik inflyasiyamız 4,8%, manatın dollara məzənnəsi 1,7 manat olaraq müəyyən edilmişdir. Dövlət borcu, makroiqtisadi bizim deməli, parametrlərimizin növbəti biri olan dövlət borcu rəqəmlərimizin ən yaxşı səviyyədə qorunmasına davam ediləcəkdir. Məlumat üçün bildirim ki, biz növbəti ildə dövlət borcumuzu 21,8%, ödəyimin 21,8% məbləğində qiymətləndiririk və orta müddətli dövrdə də bu parametrin qorunmasına çalışacağıq. Bizim proqnozlarımıza əsasən 29-cu ildə yenə də Azərbaycanın ümumi dövlət borcu 21,2% nisbəti ilə ödəmək müəyyən olunur. Bu da dünyadakı ən yaxşı göstəricilərdən biridir. Borc portfelinin daxilində də baxdıqda biz görürük ki, onun 3/2-si daxili dövlət borcudur, 3/1-i xarici dövlət borcudur və xarici dövlət borcunun düzgün bölüşdürülməsi nəticəsində ölkəmizdə bugün həm xarici dövlət borcuna xidmət baxımından faiz və valyuta volatiliyinə, risklərinə biz bu günlərin kifayət qədər sağlam öhdəsindən gələ bilərik, həssaslığımız çox azdır. İstiqrazların orta müddətinin uzadılması üstündə iş aparılıbdır və artıq bu istiqrazların geri ödənməsi, dövlət tərəfindən buraxılmış istiqrazların geri ödənmə müddətləri 2,5 dəfə artırılıbdır və portfelimizdə 7-10 illik istiqrazların payı 30%-ə çatıbdır. Bu da çox önəmli bir göstəricidir, çünki dövlət borcunun idarə edilməsində onun müddətlər baxımından səpələnməsi çox önəmlidir və bu istiqamətdə olan bugünkü dayanıqlığımızı növbəti dövrdə davam etdirməyə çalışacağıq. Strateji valyuta ehtiyatlarımız artıq elan olunubdur. 81,5 milyard dollar məbləğindədir 1 noyabr tarixinə və növbəti dövrlərdə də, üzrə 1 oktyabr tarixinə, növbəti dövrlərdə də bunun mütəmadi olaraq rəqəmləri müvafiq qurumlarımız tərəfindən açıqlanacaqdır. Ən önəmli göstəricisi ondan ibarətdir ki, xarici dövlət borcundan bu rəqəmimiz 17 dəfə daha artıqdır. Artıq qeyd etdiyim kimi, önəmli makroiqtisadi parametrlərimizdən biri də neft fondunun büdcəyə transfertinin təqribən 1 milyard dollar azaldılmasıdır ki, bu da bizim dayanıqlı növbəti dövrlərdə həyata keçirəcəyimiz siyasətin bir göstəricisidir. Çünki planımız orta müddətli dövr üçün bundan ibarətdir ki, hər il biz Dövlət Neft Fondundan dövlət büdcəsinə olan transfertlərin məbləğini azaldacağıq. Və 29-cu ilə proqnozumuz bu transfertlərin cəmi 6 milyard dollara qədər azaldılmasıdır. Yəni, əgər 25-ci ildə bu transferlər illik 8,5 milyard dollar məbləğində idisə, 29-cu ildə artıq bu rəqəm 6 milyard dollara qədər enəcəkdir. Büdcənin önəmli məqamlarından biri qeyri-neft sektorundan olan gəlirlərimizin artımı ilə bağlıdır. Bunu artıq qeyd etdik və mən bir sıra indikatorları xüsusi olaraq vurğulamaq istəyirəm. İlk dəfə olaraq bizim proqnoz göstəricilərimizdə dövlət büdcəsinin cari xərclərinin təqribən 90%-nin qeyri-neft gəlirləri ilə qarşılanması planlaşdırılır, proqnozlaşdırılır növbəti il ərzində və növbəti orta müddətli hədəfimiz çərçivəsində 29-cu ilə qədər də bu rəqəmin 100%-ə çatdırılması planlaşdırılır. Bu, dövlət büdcəsinin birbaşa dayanıqlığının ən böyük göstəricilərindən biri olacaqdır və neft-qaz bazarlarındakı volatilliyin Azərbaycan büdcəsinə, Azərbaycanın fiskal məkanına təsirinin azaldılması istiqamətində böyük bir irəliləyişimiz olacaqdır. Eyni zamanda biz növbəti il 26-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərin payının 63%-nə çatmasını proqnozlaşdırırıq. Dövlət büdcəsində bu rəqəm 57% olacaqdır, icmal büdcədə isə 63%-dir və bu da çox önəmli bir göstəricidir və daim hər zaman səsləndirilən ana fikirlərdən biri olurdu ki, Azərbaycanın büdcəsi neft-qaz gəlirlərindən çox asılıdır. Biz artıq növbəti
nail olacağıq ki, bizim icmal büdcəmizin, çünki xərclərin makro baxışında əsasən icmal büdcəmiz götürdü və bu icmal büdcəmizin həm gəlir və xərc segmentində məhz qeyri-neft gəlirlərinin payı 63%-ə çatacaqdır. Eyni zamanda önəmli rəqəmlərdən biri olan icmal büdcənin qeyri-neft baza kəsirinin ödəyimə nisbəti məsələsidir. Cari ildə bu rəqəmimiz 22,4%-dir. Növbəti ildə bu rəqəmi Azərbaycan tarixində ilk dəfə olaraq 19%-ə endirməyi planlaşdırırıq proqnoz olaraq və orta müddətli dövrdə də bu rəqəmlə bağlı bizim siyasətimiz ondan ibarətdir ki, 29-cu ildə Azərbaycanın qeyri-neft baza kəsirinin ümumi daxildə, qeyri-neft ümumi daxildə payı 13%-ə qədər geriləsin. Və bu da bir daha büdcənin dayanıqlığı baxımından, maliyyə dayanıqlığımız baxımından, makroiqtisadi dayanıqlığımız baxımından, eyni zamanda neft-qaz qiymətlərinin volatiliyindən Azərbaycan iqtisadi məkanının qorunması baxımından çox önəmlidir. Xərclərimiz uzun müddətli bizim sosial-iqtisadi ehtiyaclarımıza uyğun tərtib olunubdur və biz bugün baxsaq, icmal büdcə xərclərimiz qeyri-neft ödəyimdə payı 48%-dir. Bu kifayət qədər həm sosial yönümlü büdcənin olduğu göstərir, həm iqtisadi aktivliyi dəstəkləyən bir büdcənin formalaşdırdığını göstərir. Ümumi ödəyimdə bunun payı təqribən 36%-dir, qeyri-neft ödəyimdə isə 48%-dir. Bu da çox önəmli bir rəqəmdir və düşünürəm ki, ardıcıl olaraq Azərbaycanın büdcəsinin həm sosial tədbirlər baxımından, həm investisiya yönümlü tədbirlər baxımından iqtisadi dəstəklənməsi nöqteyi nəzərdən bu kifayət qədər yaxşı bir nəticədir və bu nəticənin də növbəti dövrdə qorunmasına biz davamlı olaraq çalışacağıq. Eyni zamanda regionların büdcədən asılılığının azaldılması istiqamətində də növbəti etap üçün addımlar atılır. Artıq bizim əksər rayonlarımız tam şəkildə öz gəlirləri ilə öz xərclərini təmin edirlər və eyni zamanda Naxçıvan Muxtar Respublikasına ödənilən dotasiyada ciddi şəkildə 26% azalır. Çünki Naxçıvanda artıq bununla bağlı olaraq öz gəlirləri kifayət qədər artır və bu dotasiya məbləğini biz 74 milyon manata qədər azalda bilirik. Dotasiyadan asılılığı olan yeganə rayonumuz olaraq Xocavənd rayonumuz qalır. Digər rayonlar isə artıq tam şəkildə öz xərclərini, öz gəlirləri ilə qarşılaya bilirlər. Xərclərimizə gəldikdə ümumi rəqəm olaraq icmal büdcə xərclərimiz 48,8 milyard məbləğində, dövlət büdcəsinin xərcləri isə 41,7 milyard manat məbləğində müəyyən olunubdur. Xərclərimiz üzrə qeyd edə bilərəm ki, bunun cari və əsaslı xərclərə bölgüsü də təqribi paritet olaraq qorunmuşdur. Cari xərclərimiz ümumi xərclərin 60% məbləğində, yəni 25,2 milyard manat, əsaslı xərclərimiz ümumi xərclərin 34% məbləğində, yəni 14,1 milyard manat olaraq müəyyən edilmişdir. Dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat və ya ümumi xərclərin 5,9% məbləğində müəyyən edilmişdir. Ziyafət mənim də qeyd elədi, büdcəmiz kifayət qədər böyük sosial yönümlü xərclər paketini özündə ihtiva edir. Sosial yönümlü xərclərimiz növbəti ildə 17,1 milyard manat və ya dövlət büdcəsinin 41% olaraq qiymətləndirilir və son 5 ildə bu rəqəm 40% artmışdır. 4,4 milyard və ya 40% artmışdır. Təsir xərcləri 5 milyard və ya büdcənin 12%, sosial müdafiə, sosial təminat xərcləri 4,9 milyard və ya büdcənin xərclərinin 11,7%, səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard, icmal büdcədə 3,7 milyard manat olaraq müəyyən edilmişdir və bu da yenə də həm cari ilə müqayisədə, həm də 5 illik bir dövrlə müqayisədə çox ciddi artımları özü ilə bərabər gətirir. Xüsusi olaraq vurğulayım ki, büdcədə önəmli, böyük önəm verilən istiqamətlərimizdən biri məhz müdafiə və milli təhlükəsizlik məsələsi olmuşdur. Növbəti dövrdə bu xərclər 26-cı il üçün 8,7 milyard manat və ya 21% olaraq müəyyən edilmişdir. Müqayisə üçün qeyd edim ki, 25-ci il rəqəmi ilə müqayisədə bu 318 milyon manat və ya 3,8% daha çoxdur. 22-26-cı il dövrlərini götürsək, bu rəqəm 1,8 dəfə artmışdır və düşünürük ki, bu istiqamət bizim üçün hər zaman prioritet olaraq qalacaqdır. Ölkəmizin həm müdafiə qabiliyyətinin gücləndirilməsi, təhlükəsizliyimizin təmin olunması, xüsusilə Vətən müharibəmizdən sonra azad olunan ərazilərimizdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və digər istiqamətlərdə
atılmalı tədbirlər baxımından bu bizim üçün çox önəmli bir istiqamət olacaqdır. İqtisadi fəaliyyət xərcləri 7-19 milyard manat və ya 18,8% olaraq qiymətləndirilir və bu çərçivədə həm dövlət əsaslı vəsait qoyuluşu 2,7 milyard, böyük qayıdış proqramı 3,5 milyard, digər layihələr üzrə 1,7 milyard manatlıq bir resurs zərfi müəyyən olunmuşdur. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri olaraq büdcədə 3,3 milyard manat və ya 8%, büdcə xərclərinin 8%-i müəyyən edilmişdir. Digər istiqamətlər üzrə xərclərimizə dair bölgü büdcə paketi çərçivəsində təqdim olunubdur. Mən çoxunu geniş detallarına hazırki çıxışımda toxunmaq istəmirəm. Gəlirlərimiz baxımından ümumi parametrləri qeyd etmişdim. Rəqəm olaraq bildirim ki, icmal gəlirlərimiz 45 milyard manat, dövlət büdcəsi gəlirlərimiz isə 38,6 milyard manat olaraq müəyyən edilmişdir. Qeyri-neft sektoru üzrə gəlirlər 22,2 milyard, neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat olaraq müəyyən edilmişdir. Dövlət vergi xidməti xətti ilə 16,9 milyard manatın, Dövlət Gömrük Komitəsi xətti ilə 6,9 milyard manatın, büdcə təşkilatlarının ödənişi xidmətləri üzrə 1 milyard 21 milyon manatın, sahil gəlirlər üzrə 531 milyon və neft şirkətinin dividendlərindən isə 450 milyon manatın büdcə gəlirlərinə daxil edilməsi planlaşdırılır. Beləliklə, büdcə kəsirimiz növbəti ildə 3,1 milyard olacaqdır və kəsirin maliyyələşmə mənbələri qismində özəlləşdirmədən gələn daxil olmalar 125 milyon, xəzinə hesabının sərbəst qalığı 400 milyon manat və daxili xarici borclanmamız isə 2,6 milyard manat olaraq müəyyən edilmişdir. Qeyd edim ki, bu 2,6 milyard manatın təqribən 900 milyon manatı beynəlxalq maliyyə təşkilatları ilə aparılan layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilən infrastruktur layihələrimizi əhatə edir. Yerdə qalan 1,7 milyardlıq portfel isə daxili borclanma və xarici borclanma, yəni ümumi məqsədə daxili və xarici borclanma qismində cəlb ediləcəkdir. İcmal büdcəmizə gəldikdə gəlir və xərclərini artıq qeyd etdim. İcmal büdcəmizin kəsiri 3,9 milyard olacaqdır və kəsirin ümumi daxili məhsula nisbəti 2,9% səviyyəsində qorunacaqdır ki, bu da çox önəmli bir rəqəmdir bizim üçün. Çünki beynəlxalq təcrübəyə ən yaxşı qiymətləndirmələrə əsasən ÜDM-in 3%-nə qədər kəsir yaxşı bir göstərici, yaxşı bir parametr hesab olunur və biz də bu parametr daxilində növbəti il üzrə biz icmal deməli büdcə kəsirimizi təmin edə bilirik. Neft fondunun gəlirləri və xərcləri 65 dollar qiyməti ilə, Azəri-Light neftinin 65 dollar qiyməti ilə balanslaşdırılmış şəkildə formalaşdırılmışdır. Yəni bu qiymətlə biz növbəti ildə neft fondunun ehtiyatlarının azalmayacağını proqnozlaşdırırıq. Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta Fondu, İşdən Sığorta Fondunun büdcələri də tam şəkildə icmal büdcənin də tərkibində müəyyən edilmişdir. Onlara dair rəqəmlər sizlərə təqdim olunubdur. Ona görə çox və öncəki komitə iclasında da bu barədə geniş danışıldığına görə üzərində çox dayanmayacağım. Naxçıvan Muxtar Respublikasının gəlirləri növbəti ildə 483,2 milyon, xərcləri də 483,2 milyon manat olaraq müəyyən edilibdir və xüsusi olaraq vurğulayaq ki, dotasiya məbləği 74,1 milyon azaldılaraq 211,6 milyona çatmışdır. Naxçıvan Muxtar Respublikasının öz gəlirləri cari ilə müqayisədə növbəti il 24% artacaqdır. Bu da dotasiyanın azaldılmasında ən böyük faktorlardan biri olmuşdur. Ümumilikdə dövlət maliyyəsinin idarə edilməsi sahəsində növbəti ildə də islahatlarımız davam edəcəkdir. Həm orta müddətli xərclər çərçivəsi, həm nəticə əsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı ardıcıl işlər aparılır. Artıq büdcə təsnifatının, büdcənin funksional təsnifatının 12 bölməsinin 4-ü tam şəkildə nəticə əsaslı proqram büdcə mexanizminə əsasən tərtib olunmağa başlanılıbdır. Orta müddətli dövrdə daha 4 deməli bölmənin biz bu istiqamətə əlavə edilməsini planlaşdırırıq. Beləliklə 29-cu ilə biz artıq dövlət büdcəsinin böyük bir hissəsinin məhz proqram təsnifatı əsasında proqnozlaşdırılmasını təmin edə biləcəyik. Xərclərin ünvanlı, effektiv, səmərəli və keyfiyyətli icrası üçün xəzinə müşahiətinin əhatə dairəsi genişləndirilmişdir. Həm cari ildə, həm də növbəti ildə bu davam edəcəkdir və xüsusi olaraq vurğulayıram ki, cari ilin 9 aylıq büdcə icrası çərçivəsində xərclərin 99% artıq tam xəzinə müşahiəti ilə ünvanlı icra edilmişdir.
rəqəmsal maliyyə elektron sistemi yaradılmasına başlanılıbdır. Bilirsiniz, Cənab Prezidentin avqust ayında imzaladığı fərmana müvafiq olaraq biz dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin genişləndirilməsinə dair tapşırıqları almışıq və bu tapşırıqlardan irəli gələrək də həm elektron mühasibatlıq, həm elektron müqavilə, həm yeni elektron xəzinə, həm yeni elektron büdcə proqnozlaşdırılması sistemi, elektron maliyyə nəzarəti sistemi və bu kimi çoxsaylı elektron sistemlərin hazırlanmasına başlanıbdır. Bu zəncirin müxtəlif halqalarıdır və bu elektron həllər tamamilə istifadəyə verildikdən sonra biz dövlət maliyyəsinin tam şəkildə el mühasibatlıq üzərindən aktiv və passivlərinin reyestrini əldə edəcək, ardınca elektron müqavilə və elektron xəzinə vasitəsilə cari il ərzində onun icra dinamikasını, eyni zamanda da növbəti il üçün büdcə proqnozlaşdırılmasına təsirini müəyyən edə biləcək ki, bu prosesin tam şəkildə icrası nəticəsində növbəti illərdə büdcəmizin böyük bir hissəsi məhz elektron həllərin köməyi ilə meydana çıxacaqdır. Ha belə elektron nəzarətin olması, risk əsaslı elektron meyarlar əsasında nəzarətin təmin edilməsi də əlbəttə ki, büdcə xərclərinin ünvanlığı baxımından çox önəmli olacaqdır. Cari ildə və növbəti ildə dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində silsilə tədbirlər görülübdür və düşünürük ki, bu istiqamətdə fəaliyyətdə davam edəcəkdir. Ümumilikdə Azərbaycan Respublikası dövlət büdcəsinin 26-cı il proqnozları və orta müddətli dövr üçün müəyyən edilmiş çərçivə ölkəmizin sosial-iqtisadi inkişafı üçün bütün vacib parametrləri özündə ehtiva edir və düşünürük ki, bu büdcə layihəsinin dəstəklənməsi sizlər tərəfindən ölkəmizdə növbəti dövrdə də sürətli quruculuq işinin davam etməsinə, iqtisadi inkişafımızın təmin olunmasına, ha belə sosial yönümlü büdcənin icrası nəticəsində əhalinin rifahının daha da artırılmasına böyük dəstək verəcəkdir. Mən bir daha təşəkkürümü bildirmək istəyirəm bu yaradılmış imkana görə və hörmətli deputatlarımızı bu layihələri dəstəkləməyə dəvət edirəm. Təşəkkür edirəm.